Qərbi Sibir düzənliyi ilə Hindistan yarımadasının ümumi cəhətləri. Bəndlərimizə ilk növbədə nəzər salaq. Avrasiyada yerləşir. Bəli, bildiyimiz kimi hər ikisi bunların Qərbi Sibir Rusiya ərazisinə, Hindistan isə əsas hissəsi Hindistan ərazisinə düşən elə yarımadadır və bəli, Avrasiya materikinə aiddir. Tropik enliklərdədir. Xeyr, bildiyimiz kimi bu ərazilər Qərbi Sibir əsasən mülayim, subarktik, arktik kimi iqlim uşaqlarına düşür ki, yəni bunun tropik aidiyyəti yoxdur. Şimal və şərq yarımkürəsində yerləşmir. Bəli, doğrudur hər ikisinə ki, hər ikisi şimal və şərq yarımkürəsindədirlər. Mülayim enliklərdədir. Burada Qərbi Sibirə uyğun gələ bilər, Hindistana uyğun gəlməyəcək bu bənd. Əsasən seysmikcədən sabit ərazilərdir. Bəli, bu bəndlər əsasən hər ikisi seysmik nisbət daha sabit ərazilərdir. Demək, 6 Hind okeanına çıxışları vardır. Hindistanın var, amma Qərbi Sibirin yalnız Şimal Buzlu okeana çıxışı var. Demək ki, bu bənd də yanlışdır. Demək ki, doğru bəndimiz 1, 3, 5 olan bənd olacaqdır.